Deməli, çox uzun müddətdir istədiyim bir məhsul var idi. Hər yerdə axtarırdım ki, dadına baxım. Düzdür, bu çeki artıq bir il xartaya saxlayacağım. Qiyməti çox bahadır Bakıda. Onu geri almışam. Bir də hamı bunu deyirdi ki, açmağı falan çox çətindir. Onu yoxlamaq istəyirəm. Ümid edirəm pərt olmaram bu videoda. Nə düşünürsünüz Ümid bəy? Görəcəyik. Salar demişkən birdən başlayaq. Çox baha almışam. Ümid edirəm işdən şey olmaram. İyi necədir? Balıq yiyəcək. Belə də üç bucaq onigiridir. What can I do? Elə ki, bundan neçə dilim suşi çıxar? 3-4 dilim çıxar da. 8 dənə suşiyə nə qədər veririk? 10 neçə manat falan veririk də. Yəni, elə bir şey kimi, elə bir ki, suşiyə pul veririm. Amma valla Türkiyədə ucuzdur. Və Yaponiyada bu qəpik quruş şey kimi gedir də. Bilsən nədir Yaponiyada bu? Pulu olmayan tələbələr olur, gedir bundan atışdırma. Biz necə sendviç falan gedib alırıq mağazada. Hə, 1 manatdır bunlar. Onun əvəzində bu elə. Gəlsən sına. Adi bir suşidir. Başqa heç bir fərqi yoxdur. 9 manat verib də çox şey gözləmək olmaz məncə. Məncə özür.